Biz də bir kəlmə tərliklə məhdudlaşdırıb sözümüzü deyək. Həzrəti Zəhranın həyatından əzizimiz danışdı. Həzrəti Zəhranın həyatı bizlər üçün bir nümunədir. Nəinki qadınlarımıza, həm də kişilərimizə. Ki Allah bu mübarək günü bizlərə mübarək qərar versin. Həzrəti Zəhranın həyatı hər tərəflidir. Hansı aspektdən, hansı tərəfdən, hansı mücadeləsində biz bu həyata baxa bilərik. Bizlər üçün dərsdir. Hər tərəfində bir dərs var, hər tərəfində bir nəsə öyrənmişəm, hər tərəfindən görürsən. Hətta xanımın hərəkətləri belə dərsdir. Baxın, məsullarımız buyruğun doğru vahid. Bunlar hamısı vahid bir nöqtədir. Və məsullarımızın həyatları, əməlləri, bunların hamısı Qurana söykənir. Əzizlərimizin yanında əqaid dərsini istəyirəm, amma bəzi kəlmələri deyir. Baxın, Quran-Kərim buyurur, Peyğəmbər öz həva-i nəfsindən danışmaz. Hər nə danışar, vəhiydən danışar. Hər nə deyər, vəhiydən deyər. Yəni, Peyğəmbərimizin bütün söylədikləri, bütün etdikləri Quran-Kərimdən birə-bir üst-üstə düşür. Quran-Kərimin məntiqi ilə, vəhiyin məntiqi ilə üst-üstə düşür. Eyni zamanda digər məsullarımızın da söylədikləri, dedikləri Quran-Kərimin məntiqi ilə uzlaşırlar, üst-üstə düşürlər. Həzrəti Zəhranın da dedikləri və etdikləri birə-bir Quran-Kərimin bizlərə buyurduqları ilə üst-üstə düşür. Həzrəti Zəhra bizlər üçün xanımın mübarək vücudu imamətin isbatıdır. İmamətin isbatıdır. Söylədikləri və əməli şəkildə etdikləri. Nə cür isbatdır? Vilayəti, imaməti bizlərə Həzrəti Zəhra tanıtdır. Nə cür tanıtdır? Əməli bir şəkildə. Bütün İslam mənbələrində, istər Şiə mənbəsində olsun, istər Əhl-i-Sünnə mənbələrində olsun, aşağı yuxarı eyni məzmunda bir hədis var. Buyururlar, hər kim öz zəmanəsinin imamını tanımasa, dünyadan köçsə, cahiliyyət dövrünün, cahiliyyət zamanının ölülər kimidir. İndi bu hədislə Həzrəti Zəhranın əlaqəsi dərs edilir. Həzrəti Zəhra imamət məsələsinin üstündə bərkli yapmışdır, Peyğəmbərdən sonra məhkəmdə yapmışdır və insanlara başa salmışdır. Xütbələrində, sözlərində Həzrəti Zəhranın Fələkiyyə xütbəsi var, məşhur xütbələrin tərəməsində. Həmin o xütbəni ərz edir, buyurur. Amma əməli bir şəkildə Həzrəti Zəhra imaməti bizləri tanıtdırır. Həzrəti Zəhra həyatında son anlarıdır, Peyğəmbərdən sonradır. Öz zəmanəsinin görəsən imamını tanıyıb, yoxsa yox? Bəli, tanıyıb. Kimi olaraq tanıyıb? Səhifədə seçilədi, yoxsa Peyğəmbərin buyurduğu. Əgər desələr ki, həmin o zamanda o seçilmiş kəs 5-6 nəfər arasında seçilir, həmin o şəxsi zamanının imamı, onda buna cavabımız bizim budur. Bir insan dünyadan köçən zamanda öz zəmanəsinin imamından küsüb dünyasını dəyişər, yoxsa. Biz əgər bunun barəsində fikirləşsək, biz imamət məsələsini tanıyacağıq və Həzrəti Zəhra sallallahu aleyhi ve sellem'in imamət məsələsini
bizləri Peyğəmbərdən, onun məsum övladlarından ayrı salmasın. Bir daha bayramımız mübarək olsun. Allah gələn mövludlarımızı, mən bəzi yerlərdə deyirəm ki, Azərbaycan bölümlərinin duaları müstəzadır. Bir neçə illər dua edirdik, bir neçə il bundan qabaq dua edirdik ki, Allah torpaqlarımıza yetərsin, pak şəhidlərimizin, əziz qazilərimizin, oğullarımızın əlləri ilə mütəal olan Allah, möminlərin duası ilə həmin o yerləri o sahiblərinə yetərdi. O cəhətdən deyirəm ki, bizim dualar, olunan dualar, hər nəfəsdə dua edənin duasına baxın, amin deyənlərin aminə baxımsız. Hər nəfəsdə bir paklıq var, bir həqiqət var, bir saflıq var. O cəhətdən də biz dua edəndə dualarımızın əvvəli və axiri zaman olmalıdır. Allah mütəal gələn bayramlarımızı, gələn mövludlarımızı balası Həzrəti Məhdi Əcəllahu Teala Fərcə-i Şərifin əli ilə bizlərə Həzrəti Zəhranın qəbrini göstərib, onun ətrafında bu gözəl günləri qeyd etməyi bizlərə nəsib eləsin. Elhamdülillahi Rabbil alemin. Salatu vesselamu ala Resulillahi amin. Habibina ve habibillahi alemin. El-Qasim Mustafa Muhammed. Allahümme salli ala Muhammed.